yaxşılardan uzaq. Azərbaycan xalqı bugünə qaldı. Efirlərimiz xana, yaxşılardan uzaq. Aparıcılarımız xana, yaxşılardan uzaq. Müqəllilərimiz xana, yaxşılardan uzaq. Psixoloqlarımız xana, 1% yaxşısından uzaq. TikTokerlər xana, orada faiz yoxdur, xana da elə. Vlogerlər xana. Bəzi həkimlər, çılpaq danışan həkimlər, kişi hələ olarsa kişi də var, utanın, ölün, bir yerə girin. Əgər sizə kişi demək olarsa, ölün, ölün, ölün. Elə sizə görə deyə, hər şey xana olub. Şah İsmail Xatarının bir sözü var, deyir, o məmləkətdə ki, xana çoxdur, pozğun çoxdur. Pozğun çoxdur, birində daha nə dedim, o məmləkətdə kişi azdır. Bizim az qalan faiz kişilərimizdən uzaq olsun da, yəni, Allah onları saxlasın. Məhv elədizi bu məmləkətdə kişiliyi, azadlıq da deyib, müasirlik də deyib, zad elədiniz, kanalizasiya elədiniz bu xalqı, yazıq xalqı. Kim pozdu bizi? Deyəcəksiniz filan, xeyr. Nə Türk, nə Rus, nə Fars, nə o birisi, nə bu bizi pozdu. Bizim içimizdə pozğunluq var idi. Sadəcə onu üzə çıxardan lazım idi, çıxartdı da. Kim çıxartdı, nə çıxartdı?